Salam əziz dostlarım. Bu gün istəyirəm Azərbaycanın qədim yeməklərindən biri Qəradağ mahalına aid olan içli boranı pilavı bişirəm. Qəradağda qabağa boranı deyirlər. İşə boranını təmizləməklə başlayıram. Kəsib toxumlarını təmizləyib qabığını soyub və küp-küp doğrayıram. Tavaya biraz sarı yağ töküb, içi orta boy yarım ay şəklində doğradığım soğanları biraz qızardıram. İslanmış düyünü süzə də bilərsiniz, amma mən düyünü islatıb, kətə eləyib və suyunu çəkdikdən sonra altını bağlayıram. Soğanlar yaxşıca yumuşalıb qızarmağa doğru gedərkən küp-küp doğradığım boranıları artırıb üzərinə duz, qərəbibər və pilavlıq ədviyə vurub qarışdırıram. Qapağını qoyuram, həm içi pişsin, həm eşiyi qızarsın. Mən bu pilavı 2 nəfərlik bişirirəm. 200 qram ətə yer açıb və əti də qaşığın dalısı ilə əzə-əzə bişirirəm. Ətimizə biraz sarı köh və biraz da zəfran vururam. Əsl reseptdə zəfran yoxdur, vurmaya da bilərsiniz. Amma ətri üçün və rəngi üçün mən artırıram. Qapağını qoyub bir neçə dəqiqədə gözləyirəm ki, ləzzətlər bir-birinə keçsin. Kətə eləyib suyunu çəkdirdiyimiz düyünü bir ayrı qaba alıb və qablamamıza yağ töküb çörək salırıq. Çörəyi yaxşıca yağlayın. Düyünün yarısını qablamaya töküb üzərinə bastırıb, düzləşdirib, onun da üzərinə biraz zəfran və biraz da pilavlıq ədviyə sərpişdirirəm. Pişirdiyim içliğin hamısını töküb yenə düzləşdirirəm. Onun da üzərinə düyü, zəfran və pilavlıq ədviyə töküb, düzləşdirib, biraz da su tökürəm və dəmə qoyuram. Lütfən bu postu himayət eləyib və milli dəyərlərimizə sahib çıxaq. Dəm alan pilavımızı sevdiyiniz hər hansı serv qabına çeviririk. Bəh-bəh, necə də ləzzətli oldu. İnanın ki, bir seri pişirməyə və dadını yoxlamağa dəyər. Pişirən, yeyən hər kəsə nuş olsun. Bu ləzzətli postu dostlarınıza göndərməyi unutmayın. Sağ olun ki, məndən yol bir oldunuz. Təşəkkürlər.